Və xatırlayırsan da, dərslər başlayanda, sinifə daxil olanda birinci kim sevirsə idmanı 1, 2, 3, 4 mütləq bax beləcə dərsə başlanılırdı. Bu da yəqin ki, dərsə daha yaxşı köklənməyə də gətirib çıxarırdı. Bakıda, Azərbaycanda bir sıra parklar var ki, orada xüsusi idman qurğuları quraşdırılıb və onlardan necə istifadə etmək lazımdır. Elə Nigar Babayeva canlı bağlantıdadır və səhər yuxudan durub idman edənlərlə bərabər vaxt keçirir. Təklif edirəm ki, canlı bağlantımıza artıq başlayaq. Nigarı eşidək. Nigar, sabahın xeyir olsun. Təşəkkür edirəm. Mən də sizi salamlayıram. Sabahınız xeyir olsun deyirik. Bəli, bildiyiniz kimi açıq havada, paytaxtımızda bir neçə istiqamətdə belə fitness qurğuları quraşdırılıb. Düzgün istifadə qaydası necə olmalıdır? Bununla bağlı ətraflı məlumatı bizimlə birgə birbaşa bağlantıda olan Bodybuilding və Fitness Federasiyasının hakimi Ceyhun Həmidov çatdıracaq. Ceyhun bəy, salam, sabahınız xeyir. Salam Nigar xanım. Bugün icra elədiyimiz hərəkət paralel qol hərəkəti olacaq. Bu hərəkətdə bizə köməkli göstərəcək Toğrul İmanov. Zəhmət olmasa icra zamanı nəyə diqqət yetirməlidir? Bucağa ilk növbədə fikir verməlisiniz ki, çiyin əzələnizi zədələməyəsiniz. Burada daha çox qolun arxa hissəsi yüklənir və bunun eləmə yanaşma qaydası ən azı 4 və yaxud 5 yanaşma. İcra edən zaman yenə vurğulayıram ki, yəni çox enmək lazım deyil. Çünki çiyinin ön hissəsini zədələyə bilərsiniz, oynaqları zədələyə bilərsiniz. Onlara diqqət edin, zəhmət olmasın. Ceyhun bəy, çox təşəkkür edirəm. Belə hələ ki, çatdırmaq istədiklərimiz bu qədər. Onu da qeyd edim ki, mütəmadi olaraq səhər idmanında açıq havadakı qurğularla bağlı ətraflı məlumatı ötürməyə çalışırıq. İndi isə söz yenidən sizdədir. Təşəkkür edirik Nigar.